2018-ci ildə çəkilən İntiqam Mələyi filmi haqqında məlumat. Filmdə Riley North bank işçisidir. Əri Chris və kiçik qızı Carly ilə Los Ancelesdə adi həyat sürürlər. Bir axşam karnaval ziyarətindən sonra ailəyə Meksika narkotik karteli tərəfindən hücum edilir. Əri və qızı öldürülür, Riley isə komaya düşür. Məhkəmə prosesində sübutlar manipulyasiya olunur və cinayətkarlar kartel lideri Diego Garcia daxil olmaqla azad qalırlar. Riley komadan ayılır, sistemə inanmağı itirir və 5 il yoxa çıxır. Bu müddət ərzində özünü fiziki və mental cəhətdən hazırlayır, döyüş bacarıqları öyrənir və qisas almaq üçün qayıdır. O, polis, FTB və karteli dəf edərək şəhərdə qanlı qisas kampaniyası başladır. Filmdə maraqlı faktlardan biri budur ki, Jennifer Garner rol üçün 3 ay intensiv məşq edib. MMA, qarışıq döyüş sənəti, bıçaqlı döyüş, atəş silahları ilə işləmə, kardio, ağırlıq qaldırma və boks ilə məşğul olub. O, filmdəki əksər döyüş səhnələrini təxminən 98%-ni özü yerinə yetirib. Filmin gəliri 54 milyon olmuşdu.